Təcili İran hava məkanını bağlayır, ordu döyüşə hazırlaşır. Amerika Birləşmiş Ştatları ilə savaş başlayır. İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib. Report xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərarlar Amerika Birləşmiş Ştatlarının təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib. Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığı barədə məqalə dərc edilib. Bundan başqa Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ötən həftə sonu İranı bombalamaqla hədələyib. Bu təhdid Amerika Birləşmiş Ştatlarının Hind okeanında yerləşən strateji bazaya bombardmançı təyyarələrini yerləşdirməsi fonunda baş verib. Bu təyyarələr yaxın şərqdəki hərbi əməliyyatlar üçün istifadə edilən bazaya yerləşdirilib. Trump qeyd edib ki, əgər İran Vaşinqtonla yeni nüvə sazişi bağlamasa, Amerika Birləşmiş Ştatları onu bombalayacaq. O, martın əvvəlində İran rəhbərliyinə göndərdiyi məktubda danışıqlar üçün şərtlərini irəli sürüb və Tehranı qərar vermək üçün 2 aylıq müddət çərçivəsinə salıb. İranın ali rəhbəri Ayətullah Əli Xamenei öz növbəsində bildirib ki, əgər Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Tehranı bombalamaq təhdidini həyata keçirsə, Vaşinqton güclü zərbə alacaq.